Azərbaycanın ən gözəl şadlıq saraylarından biri olan Şərq Saraydan salamlayıram sizə əziz dostlar, izləyicilər. Bir neçə müddətdir ki biz paylaşımlarımız yox idi. Siz mənim üçün darıxdığınız kimi mən də sizin üçün darıxmışam və eləcə də sizin üçün çox möhtəşəm bir toyu təqdim edəcəm. Aparıcı müğənnimiz Rüfət Axundov'u hal-hazırda dinləyək və sonra təzədən qayıdacaq. İki seven aşığın başlangıç hayat hikayesi ve siz bu hikayenin şahitlerisiz. Gecenin esas ulduzları Cahit Bey'imizi, Leman Geldi'mizi karşılamaya hazırsızsa ardı kesilmeden gürültülü alkışlar. Evimize gelin gelin, sıralayın gelin gelin. Evimize gelin gelin. Bu həftə ən gözəl toylardan biriydi. Qeyd edim ki bu toyda aparıcı müğənnimiz Rüfət Axundov'dur, dəyərli sənətkarımız. Hal-hazırda Bəylə Gəlinin girişini, Şadlıq Sarayına girişini görürsünüz. Görəcəksiniz daha doğrusu. Cahit Leman ve sizin alkışlarınız. Cahit Leman, hoşbəxt olun. Hər iki gəncimizə xoşbəxtlik arzu edirik, ailə saadəti arzu edirik. Daha da gürültülü alkışlar. Bir çox müğənnilər, səhnə adamları bu toyda var idi. Təbii ki, Bəylə Gəlinin özünü qürur edəcəyik. Toyumuz olduqca möhtəşəm keçdi. Təbii ki, Bəylə Gəlinin daxil olmasından sonra gecenin ilk təbriki, ilk sağlıqları Cahit Bey'in qohumları, Rüfət Axundov öz təqdimatını eləyirdi. Dəvət edirik. Gecenin bu anında beyimizin, gəlimizin ətrafına xatirə şəkilləri çəkdirək, Cahit'lə, Leman'la beraber xoşbəxtliyi arzu edək. Buyurun, gecenin əsas ulduzları Cahit Leman'ı tək qoymayaq, gözümüz aydın olsun. Və şərbət masasından sonra Bəylə Gəlimiz ilk rəqsini edəcəklər. İlk arzular, ilk qədəhlər, ilk sağlıqlar Cahit Leman'ın şərəfinə onların rəqsini ürəkdən alqışlayan sən oldun, senin. Bizim dəyərli müğənnimiz, sənətkarımız Rüfət Axundov'un ifasında gənclərimiz elə ilk rəqsini etdilər. Qeyd edim ki, bu Şadlıq Sarayı Şərq Sarayıdır. Həddən artıq çox gözəl Şadlıq Sarayıdır. Hoş gelmişsen ömrüme, yaşam sebebi. Bir də hal-hazırda məşhur olan o kəpənəkləri izləyirsiniz. Gelişinle dünyamda kalmayın, ellerinde elin olsun bu körü. Instagramda, YouTube'da və TikTok'da Emin Bədalovla Teşekkür ederim Cahit Leman. Buyurun kardeşim. Hoş gelmişsen ömrüme, yaşam sebebi.
Hər biriniz xoş gəlib, səfa gətirmişsiniz, dəyərli qonaqlar, hörmətli misafirlər. Hər birimiz çox gözəl bilirik ki, dəyərli qonaqlar, hörmətli misafirlər, Ulu Öndərimizin layiqli davamçısı bizim əbədi prezidentimiz İlham Əliyevin ağıllı siyasəti ilə işğal altında olan torpaqlarımız geri qayıtdı. 44 günlük müharibədə Azərbaycan xalqı bütün dünyaya qalib xalq kimi tanındı. 44 günlük müharibədə canlarını qurban vermiş şəhidlərimizi Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirik. Böyük ehtiramla bir dəqiqə sükutla şəhidlərimizi yad edək. Onu ürəkdən salamlayaraq gecəmizə start verir Kamerton Rəqs qrupu. Qarşılayın. Və Kamerton Rəqs qrupu artıq açılmış rəqsimizi edir. Çox gözəl təqdimat etdilər açılışı. Açılışda çox gözəl təqdimat etdilər. Pazarlık eder arkadan çek. Arka zoom eder. Çox möhtəşəm açılışı etdilər. Təbii ki, ardını artıq Rüfət Axundov təqdimatı və bir çox gözəl mahnıları ifa edəcəkdir. Çünki Rüfət bəy məhz bu toyun aparıcı müğənnisi idi. Olduqca sənətinə və özünə böyük hörmətimiz var. Koy halımı ben yaparım tezliğine toy eylesin.
Pulum var, Var var. pulum var. Dostlar biz videonu kısa tutacağız. Ki Verem. YouTube'da problem yaşamayaq. Beni yarımsan. Ay beni ceyranımsan. Pulum var, Var var. pulum var. Var. Pulum var gelerem. Bilirəm gələrsən. Beni yarımsan. Ay beni ceyranımsan. Deyirlər ki toy olacak. Şahit Bey'de bey olacak. Söyle görün toy haşadır. Doğrudur mu toy olacak? Doğrudur mu bu toyda? Bu toyda. Bu toyda. Beslemeden demeden toy olacak. Beslemeden razısan. Razıdır. Beslemeden biz arzulara bir daha yürekten koşularak illerdir, aylardır bu iki özel günü arzu edip gözleyen hürmetli ziyalımız gözüne üstüne gelip o da gelip Rifat Oxunun Dovun çıxışından sonra isə Abbas bir daha yürekten koşturup Bağrov Heydərli qeyd edək ki, hər Muhteşem konser ikisinin tədbirimiz oldu. Yüreğinle iştirak ettik. 2026 yılda uğurludur ve bir de toyda beraber iştirak edirik. Teşekkür ederim. 2026-cı ildə konsertdə bir yerdə iştirak etmişdilər. O konserti də izləmişdik biz. Çok şadam. Doğrudan da güzel bir gündü. Əzizimiz, değerli dostum, uzun illərin dostu. Faik gözün aydın olsun mənim əzizim. Gözün də olsa görəsən. Mən sənin ürəyində olan o sevinç hissini hiss edirəm. Evladına olan sevgi, doğmalarına, dostlarına olan sevgi çok böyüdür. O sevgi həmişə yaşasın. Allah xoşbəxt eləsin. Qoşa qarısınlar, yarayanlardan olsunlar. Əyləşən qonaqlarımızdan gürültülü alqışlar rica edəcəm. Bəyimizin, gəlinimizin şərəfinə. Və ilk mahnımı mən onlar üçün ifa etmək istəyərdim və onları Abbas Bağrov da öz ifaları ilə toyumuza öz rəngini qatdı. Onu da salamlayırıq. Qeyd edək ki, o da bizi YouTube'dan izləyir. Canım demerem, ben onun kadar birine. O güzel bakışlarını sevdiğimi sen ona pis olmaz. Bir ayıran hiç kes olmaz. Sevdiğimi sen ona pis olmaz. Ne o yana ne bu yana pis olmaz. Aramızdan ayrılık ne o yana ne bu yana pis olmaz. Aramızdan ayrılık küs olmaz. Bizi ayıran hiç kes olmaz. Əzizim Faik, bütün Lakin artıq çox gözəl keçdi toyumuz. Sizə qısa da olsa da təqdim edirəm. Təbii ki, əsas müğənnilərimizi təqdim edəcəm və Şərq Sarayının interyerini. Ben yine kayıp, sevinsin dostlarım ben yine kayıp. Yine bu özel güne hususi bir mahnı seslenir. Rəqslərimiz davam edir. Son 2, 3. Abbas Bağrovun yeni mahnısıdır bu. Abbas Bağrovun ən sevimli mahnılarından biridir. En güzel mahnılardan biridir. Allah xoşbəxt eləsin, qoşa qarısınlar, yarayanlardan olsunlar. Ürəkdən bir daha təbrik edirəm. Gecəmiz öz gözəl axarı ilə davam edir. Rifat Axundov və Təşəkkür gözəl, edirəm. dəyərli musiqi
kişiləri gecəmizi davam edir. Təşəkkür Çox edirəm. təşəkkür edirik. Dəyərli dostlarıma təşəkkür edirəm. Çox sağ olun. Gözəl Sənətkarın, sənətçilərin birinci maaşı alqışlardır. Alqışlarla yola salırıq. Respublikanın əməkdar artisti Abbas Bağırov. Değerli qonaqlar, hörmətli misafirlər, gecemiz konsert xarakterli, özel bir gecedir, güzel bir gecedir. Bütün sənətkarlar şəxsən mənim üçün çox əzizdir. Su girdi qaba oldu içməli, değerli misafirlər. Nicat Rəhimov, gənc aktyor, ama bütün filmlərdə, janrlarda özünü sınavdan keçirən mənim değerlim. Gecemiz tamam olunur. Her zaman sözün düzünü söyleyen benim əzizim Nadir Zafarzadə, ilin cavan babası. İlin cavan Təşəkkür babası. edirəm dəstək. Mənim Rüfət dostum, mən efirdə dedim ki, Rüfət. İstəyirəm sizdən. Ay Allah, ölürəm də alqış. Çimizdirin də beydən gəldi alqışlarla, ne olar? Xatirəm buradadır və digər mənim dostlarımı mən burada görürəm. İndi bir acı çəkə bilmirəm. Musiqiçilər, maşallah, maşallah. Dostum, gənc dostum, bəy kürsündə əyləşən. Sən gəlməsən oxumayacağım. Sən gəlməsən özüm gələm. Əksinə gəl də, məndən kiçiksən. Gəl mərkəzə yarınla. Rəqs elə bu akşam, papa da mama da sevinsin, biz də sevinək. Səni vəsf edək. Gəlinimizi vəsf edək bu akşam. Öpürəm nəfəsinizdən hər ikinizi. Qızım gəlin. Bu gözəllikdən bizi məhrum etməyin. Bizi çox sevirik. Bir daha təbrik edirəm. Maşallah sizə. Ben bu eşkin ne zamandır bezmedim cefasını. Nadir Qafarzadə də öz gözəl, ən gözəl mahnılarını təqdim etdi. Toyumuzda təbii ki, o olan yerdə mümkün deyildi ki, səhnənin qabağı boş olsun və çalışırdı ki, hər kəsi ayaq qaldırıb oynasın. Burada da xatirə ilə Hissedeceksen sesinden. Ay seni verene şükür. Canım gözüm, və Nadir bəy artıq şən mahnılarına keçid edir. Təbii ki, burada qonaqlar siyasında məşhur simalar var idi, bir çox simalar. Hal-hazırda onlardan biri də Xatirə İslam xanımdır. O da bu toyda iştirak edirdi. Qonaq qismində, həm fərqli qonaq qismində daha doğrusu. Təbii ki, onun bu xanımın da ifasını eşidəcək. Bakın artıq çox gözəl və sənətinə böyük hörmət bəslədiyiniz insandır. Təbii ki, Nadir bəy harda varsa Maroması səslənilir. Sevilən mahnılarımızdan biridir Nadir bəyin icrasında. Nadir bəydən sonra bizim çox dəyərli bir nədənimiz olacaq. Oğlunun kızı, papanı sevindir, mamanı sevindir gelen vaxtda sizi alkışlayırlar, yerinizi alırım, vaxtı çok almak istemiyorum dostum gözüm. Gel. Seni var eləsin, çok sağ olun.
ve hal-hazırda Rüfət Axundov İnşallah, inşallah. həmin məşhur müğənnini dəvət edəcək. Güzel sanatçı dostlarımız çıkışlarını, arzularını söylemek isterler. Artık May ayının 13'ünde Heydər Əliyev adlı sarayda öz solo konsertini farklı tərzdə təqdim edən benim değerli dostum, sözün həngi mənasında Azərbaycan Respublikasının əməkdar artisti, Dağıstan Respublikasının xalq artisti, hər birimizin ədalət Şükürov qarşılayaq. Çok sağ ol efendim. O gün olsun sen olsun olsun salamlayırım seni de bizim dostlarımızla, musikçilerimizle. Vay kardeşim tebrik. Bizim uşaqlığımızın müğənnilərdir. Rüfət, Ədalət və bir sıra şəxslərinə, sənətlərinə hörmət etdiyimiz müğənnilər uşaqlıq illərimizə qaydırıb, məhz bu insanları görəndə saçları artıq hər kəsin ağarıb, bu da biraz insanı törədir. Ədalət də bizim çox dəyərli sənətkarlarımızdandır. Və hal-hazırda Şərq Sarayın sərnəsini göstərirəm sizə. Olduqca çox möhtəşəm zalı var. Çox gözəl qiyamları var. Ki videonun əvvəlində siz Şərq Sarayın stolunu gördünüz. Ədalət bəydən sonra isə səhnəmizə Rüfət Axundovla Xatirə xanım Cahil Leman. ifasını görəcəksiniz ki, görürsünüz. Beyler xanımları rəqsə dəvət edən Ümumiyyətlə bu toy çox nostalji oldu. Demək olar ki, keçmişi xatırlatdı. Hər bir müğənni ümumiyyətcə keçmişin mahnılarını ifa ediblər və çox gözəl də alınıb. Və bu nostalji ifadən sonra isə rengarenk bir-birindən gözəl şən mahnılara üstünlük verildi. Qeyd edim ki, Rüfət Axundov toyun həm aparıcısı idi, həm də ki müğənnisi. Toyun demək olar ki, çox səsin məhz Rüfət Axundov və onun komandası apardı. Və olduqca çox möhtəşəmdir. Hal-hazırda isə biz Manaf Ağayevi görürük. O da qonaqlar qismində gəlmişdir Manaf bəy. Bizi dəvət etmək istəyirəm. Cahid bəy ilə Leman xanımı təbrikə gəlib. Azərbaycan Respublikasının əməkdar artisti Rəşad İlyasov gəlir sizin alqışlarınızla. Rəşad İlyasovu da çoxdan da səhnələrdə ümumiyyətcə görmürdük. Demək olar ki, çox az rastlaşırıq. Çok sağ olun. Allah
mübarək eləsin. Mahnımız adlanır. Rəşad bəyi də Əziz musiqiçilər, həmişə toylarlar. çox gözəl ifalarıyla toyumuza öz rəngini qatdı. Lap onun İlhamə Quliyeva ilə bir videosu yadıma düşdü indi. Rəşad da bizim dəyərli sənətkarlarımızdandır. Bəyimizi, gəlinimizi bir gözəl alqışlayaq, bir-birlərinə çox yaraşırlar. Yox, gözəl alqışlayaq dedim, belə yox. Biz çox toylarda oluruq, indi musiqiçilər sözünü təsdiqləyər. Bəyimiz gəlin xanıma yaraşır, gəlin xanım bəyimizə yaraşır. Əziz bəyimiz, siz ortada yanlı bilirsiniz də, yanlı bizim birliyimizi özündə əks etdirir, birlik rəmzidir. Mən deyirəm, bütün qonaqlar buyuraq, bəyimiz, gəlinimiz də meydanda bir hala çəkək, bir yanlı deyək, olar mı? Olar mı mənim əzizlərim? Buyurun o zaman, bir yanlı səslisi. Rəşad bəydən sonra bir məşhur müğənnimiz də sizə indi göstərəcəm. Qeyri-gün ki, o müğənnini çox az görürük səhnələrdə artıq, əvvəllər amma daha çox hit mahnılarıyla gündəmdə idi. Aynur Dadaşova. Bizim uşağımızın Aynur'u. Xoşbəxt olsunlar, təşəkkürlər, təbrik edirəm dəyərli dostlar. Çox təşəkkür edirik. Sənin balaların toyunda inşallah. Çox sağ olun. Xoşbəxt olsunlar, Təşəkkür çox sağ edirəm. olun. Çox sağ olun. Alqışlarla yola saldırıq. Mehriban dəyərli qonaqlar, xanımlar və cənablar, hər bir xalq öz mədəniyyəti ilə, mətbəxi ilə tanınır. Dünyanın arasında olsa milli mətbəximiz, milli ənənəmiz hər zaman bizlər üçün əzizdir. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Gəlin Azərbaycanımızı, bütün Azərbaycanımızı, Azərbaycanların şərəfinə bir alqış səsləndirək. Azərbaycanımızın milli kulinariyasının şah əsəri, eli qədim xörəyi, süfrəmizin bəzəyi, aş gəlir, ruzi gəlir, bərəkət gəlir. Süfrələriniz bol olsun, Cahid Ləman xoşbəxt olsun. Və aş təqdimatını əlbəttə ki, Atəşgah Rəqs qrupu edəcəkdi. Demək olar ki, ən məşhur toylarda ancaq aş təqdimatını məhz Atəşgah Rəqs qrupu edir. Hal-hazırda da onları görürsünüz. Təbii ki, mahnının səsini kəsəcəm, orijinal mahnısını və sizə YouTube-un önərdiyi mahnılardan qoyacağım.
Aş təqdimatından sonra isə TikTokda, Instagramda, YouTube'da milyonlarla baxış yığan ki, mən də paylaşmışam. Emil Bədalovla Kərim Abbasovun bir oynatdığı gözəl bir rəqs olacaq. Təbii ki, bundan sonra Emil Bədalov çıxış edəcək və hal-hazırda Emil Bədalovu görürük. Oradan salamlarımızı göndəririk. Təbii ki, hər bir müğənni olduğu kimi lirik mahnılara önəm verir. Daha sonra isə qırığı mahnılara atmosferini artırmaq üçün ifa edilir. Və o məşhur milyonlar yığılmış videonu görürsünüz. Emil Bədalovla Kərim Abbasov. Və toyun axırına gəlib çıxdıq. Tort təqdimatını hal-hazırda görürsünüz. Cütlüyünüz fotosessiya etdirir tortun qabağında. Ondan sonra isə diskoteka ilə yolumuz artıq sona erecek. Mən Kamran bəy, əziz, özünüzə yaxşı baxın.